müstəqillik kazandıktan bir neçə il sonra BMT-nin ali kürsüsündə Azərbaycanın da dövlət rəhbəri görünür. O, baş məclisə toplaşmış dünya ölkələrinin rəhbərlərinə Azərbaycanın dərdləri və qayğıları haqqında məlumat verir. Onun soyuqqanlığı, aydın nitqi, nüfuz edici maneraları və yalnız siyasət karifeylərinə xas olan dəmir məntiqi bu zalda əyləşənlərinin çoxuna tanışdır. Çünki Heydər Əliyevin adı hələ 60-cı illərin ortalarından siyasətçilərin yaddaş kitabına həkk oldu. Dünyanın ən qüdrətli ölkələrində ehtiramla qarşılanan, hazırda ən böyük liderlərlə bir tərəziyə qoyulan Heydər Əliyevi 2 il əvvəl fransız politologlarından biri Sovet gerçəkliyinin canlı əfsanəsi adlandırmışdı. Bugün isə çətin tarixi şəraitdə müstəqil Azərbaycanı burulğanlar içərisindən məharətlə keçirib apardığına görə Amerika senatoru onu George Washington'la, Alman siyasətçisi isə kansler Adenauer'lə müqayisə edir. Heydər Əliyevi dünyanın gərdişini dəyişməyə qadir olan başqa siyasətçilərə bənzədənlər də az deyil. Bu bənzətmələrdə söylənən başlıca qənaət isə ondan ibarətdir ki, Heydər Əliyev qeyri-adi şəxsiyyət və fenomen siyasətçidir. Достоинствах, о мужественном характере Гейдара Алиевича как политика. Много говорилось, даже такие были, так сказать, фразы в газетах наших, телевидения, что железный Алиев, волевой руководитель, мудрый человек, так сказать, и так далее. Все это не ради конъюнктуры. 200 il bundan öncə bizim məmləkətimizdə, Amerika Birləşmiş Ştatlarında bir şəxsiyyət peyda oldu. O, bu balaca dövləti öz ağırlıqlarını çiyninə alaraq onu müstəqilliyə doğru aparmaq qərarına gəldi. Bu, George Washington idi. Mərkəzi Asiya dövlətlərinin George Washingtonu olan Prezident Heydər Əliyev. Kendisi bildiğiniz gibi Sovyetler döneminde en yüksek bir durumdaydı. Politbüro'nun çok önemli bir uzvuydu. Fakat orada ki süresince memleketine büyük hizmet etti. Azerbaycan'a büyük hizmet etti. Azerbaycan'ın kültür kalkınmasına büyük hizmet etti. Azerbaycan'da okur yazar olmayan kimse kalmadı. Medeniyeti oraya götürdü. Ve milli hisleri daima ayakta tuttu. O halde Sovyet döneminde memleketine bu kadar hizmet eden ve ondan sonra ilk Azerbaycan bayrağını orada Kremlin duvarına asan ve onun için tabii istenmeyen adam olan Heydər Əliyev olmuştur. Biz prezidentten həddən artıq razıyıq. Sabitlik yaranıb, xarici siyasətdə gözəl uğurlarımız var. Atəşkəsdən sonra bizim indi kəndlərimizə, şəhərlərimizə meyit gəlmir, arxayınçilikdir. Bundan kim narazı ola bilər? Kim narazı olsa o adamda ağıl yoxdur. Narahatlıqdır. Biz belə şeydən hədsiz razıyıq, ona bu işdə uğurlar arzulayırıq, istəyirik həmişə yaxşı olsun, xoşbaxt olsun. Bir ziyalı adam kimi onun apardığı bütün millət üçün, xalq üçün gördüyü işləri müsbət qiymətləndirirəm. Və ümid edirəm ki, 3 il ərzində hörmətli prezidentimiz çox işlər görür, çox əmək sərf eləyir və çalışır ki, millət yüksək səviyyədə gələcəyin qurura bilib yaşaya bilsin. Heydər Əliyevin prezident vəzifəsinə seçilməsi Respublikamızda birinci növbədə sabitliyin yaranmasına əsas təkan verib.
Respublikada vəziyyət çətin olsa da, ümumiyyətlə siyasi vəziyyət sabitdir. Bu barədə biz ona minnətdar olmalıyıq. Biz bu filmi təsadüfən fenomen adlandırmamışıq. Çünki Azərbaycan prezidentinə həsr olunmuş saysız-hesabsız məqalələrə, kitablara, kino lentlərinə nəzər salsaq, məhz bu sözün, fenomen kəlməsinin Heydər Əliyevin adı ilə hər yerdə yanaşı çəkildiyinin şahidi olur. Müəlliflər haqlı olaraq Azərbaycan prezidentini 20-ci əsrin siyasi fenomeni adlandırır və onu dünyanın ən böyük dövlət xadimləri sırasına aid edirlər. Bu böyük insan öz xalqı, dövləti üçün, doğma Azərbaycanın rifahı naminə nə edib və nə edirsə, onun hər gününü, hər anını mübaliğəsiz qəhrəmanlıq adlandırmaq olar. Amma bu qəhrəmanlıq yolunun asan, hamar və təhlükəsiz olduğunu zənn etmək sadəlövhlükdür. Heydər Əliyevin fəaliyyəti sayəsində müstəqil Azərbaycanın müqəddəratının həlli, onun beynəlxalq aləmdə nüfuzunun artması, cəmiyyətdə sabitliyin yaradılması, Respublikamızın çiçəklənməsi yolunda görülən işlər, onun gələcək demokratik, sivil bir ölkə kimi bərqərar olmasına zəmin yaradılması günümüzün danılmaz həqiqətidir. Amma bugünün olayları barədə tam təsəvvür yaratmaq, onlara obyektiv qiymət vermək, dəyərini duymaqdan ötürü mütləq çox da uzaq olmayan keçmişimizə nəzər salmaq gərəkdir. Xalqın iradəsi ilə 1993-cü il oktyabr ayının 3-də prezident seçkiləri nəticəsində Azərbaycan dövlətinin başçısı seçilən Heydər Əliyev vəzifəsinin rəsmi icrasına başladığı 10 oktyabr tarixindən gərgin, əzablı və səmərəli işə qatlaşmalı oldu. Bugün mən Azərbaycan xalqı qarşısında, məni seçənlərin qarşısında, Respublika qarşısında prezident vəzifəsini başlayaraq and içdim. Mən Azərbaycanın konstitusiyasına əl basaraq and içdim. Bizim hamımız üçün müqəddəs Quran-ı Şərifə əl basaraq and içdim. Və mən bu vəzifəni üzərinə götürərək bugün bütün Respublika qarşısında and içərək öz məsuliyyətlərindən dərk edirəm. Mən yaxşı bilirəm ki, Azərbaycan ağır vəziyyətdədir. Və çox yaxşı bilirəm ki, bu vəzifəni aparmaq çətin işdir. Təcrübəli adam üçün də, ilgi adam üçün də, güclü adam üçün də, hörmətli adam üçün də bu vəzifəni aparmaq indiki devirdə çox çətindir. Şəxsi nöqteyi nəzərdən, şəxsi həyat nöqteyi nəzərindən belə bir yükün altına girmək, belə bir məsuliyyəti özlərinə götürmək, mənim kimi məsuliyyətli adama və xalqın qarşısında daimi cavabdeh olan adama bəlkə də olduqca çətin bir addımdır. Həqiqətən çətin bir addımdır. O zaman Respublikada həyatın bütün sahələrində böhran vəziyyəti yaranmışdı. İqtisadiyyat büsbütün dağılmış, siyasi həyatda qarşıdurma güclənmiş, xarici siyasətdə isə düşünülməmiş addımlar nəticəsində Rusiya və İranla münasibətlər pozulmuşdu. Azərbaycan müstəqilliyini 1991-ci ilin 18 oktyabrında qazanmışdı. O vaxt konstitusiya aktı qəbul olunmuş, dünya ictimaiyyətinin bir çox ölkələri Respublikamızı tanımışdı. Amma o hələ suveren dövlət kimi dünyada özünə ad qazana bilməmişdi. Çünki ölkənin məqsədyönlü və aydın xarici siyasəti yox idi
heç daxili siyasətə də həsəd aparmaq olmazdı. Heydər Əliyevin müdrikliyi sayəsində ölkə 1993-cü ilin iyun qarşıdurmasından qansız qadasız vətəndaş müharibəsi olmadan ötüşsə belə, hələ də gərgin vəziyyət qalmaqda idi. Bir yandan da elə həmin ilin yay aylarında separatçı qüvvələrin Azərbaycanı parçalamaq cəhdləri sanki od üstünə yağ töküldü. 1993-cü ilin qızmar yay günlərində əsəblər tarıma çəkilmişdi. Hamı nicat yolunu ondan, qüdrətli, təcrübəli, uzaqgörən və qətiyyətli siyasətçi olan Heydər Əliyevdən gözləyirdi. Azərbaycan xalqının hələ açılmamış layları qatları var. Azərbaycan xalqının daxili mənəviyyətinin, Azərbaycan xalqının idrakının, Azərbaycan xalqının qüdrətinin hələ açılmamış hissələri var. Bunlar açılmalıdır. Xalq özünü yenidən tanımaya başlayır və xalq gücünü, qüdrətini, zəkasını, müdürlüyünü ifa etmək üçün buna imkan yaratmaq lazımdır. Tarix və Azərbaycan xalqı qarşısında məsuliyyəti öz üzərinə götürmüş Heydər Əliyev ümidini ona bağlayanları çox intizarda qoymadı. O, bir tərəfdən erməni hücumlarının şiddətləndiyi, digər tərəfdən isə Gəncə qiyamını törədənlərin hikkələrinin yerə-göyə sığmadığı bir vaxtda Azərbaycana arxadan zərbə vuran Əlikram Hümbətovun separatçı dəstələrini darmadağın etdi. Bu, Azərbaycanda sabitlik yaratmaq yolunda ilk qətiyyətli addım idi. 1988-93-cü illər Azərbaycanın tarixində hansı bir dövr olub, bu heç bir kəsin yaddaşından silinməz. O dövr ki, Azərbaycanı xalqın iradəsi yox, iradəsinə əsaslanan qanunlar yox, əsasən qanunsuz silahlı birləşmələr, quldur dəstələr və bu dəstələrə söykənən, arxalanan siyasət və idarəçilik hökmü sürüb. Diqqət yetirin, 93-cü ildə Azərbaycan hansı vəziyyətdə idi? Vətəndaş müharibəsi həddinə gəlib çatmışdı, artıq qardaş qırğını başlamışdı. Azərbaycanda hərc-mərclik hökmü sürürdü. İtaətsizlik, özbaşınalıq, orduda fərarilik, torpaqlar işğal olunur. Azərbaycan blokada şəraitindədir. Əgər Ermənistan silahlı qüvvələri torpaqlarımızı işğal edirsə, daxildən Talış Muğan Respublikası ideyası ilə Azərbaycanın daxilini parçalamaq, bölgələrə, xanlıqlara parçalamaq çağırışı kimi separat hərəkətlər baş verir. Və bu dövrüdür ki, Azərbaycanın iqtisadi, sosial böhranı artıq öz kulminasiya həddinə çatır. Sözsüz ki, yaranmış vəziyyət taleyini, müqəddaratını dərindən inandığı, etibar etdiyi, hesablaşdığı milli liderinə həvalə etməli idi. Məhz belə də oldu. 93-cü ildə, 93-cü ilin əvvəllərindən etibarən dəfələrlə Azərbaycan xalqı, onun təmsil edən ziyalılar, müdrik insanlar, vətəndaşlar, sadə əmək adamları dəfələrlə Heydər Əliyev zəkasına, Heydər Əliyev şəxsiyyətinə, onun tükənməz potensialına bələd olan xalq təkidlə müraciət edib onun hakimiyyətə gəlməyini tələb etdi. Və diqqət yetirin, 93-cü ilin iyun ayında nəinki sadə əmək adamları, Azərbaycan xalqının böyük əksəriyyəti, hətta o zaman iqtidarda olan hakimiyyət özü Heydər Əliyev zəkasına müraciət etmək məcburiyyətində qaldı. Və məhz yaranmış vəziyyətdən ölkəni xilas edə biləcək yeganə qüvvə Heydər Əliyev gördülər. Yalnız Azərbaycan xalqının imdad çağırışı cavabsız qalmadı. Heydər Əliyev hakimiyyətə gəldi. Xalq getdiyiliyi ilə səs verdi.
və gəldiyi andan Azərbaycanın müstəqilliyini, hüquqi, demokratik dövlət quruculuğunu bəyan edən Heydər Əliyev cənabları günbəgün Azərbaycanın düşdüyü böhrandan çıxarmağa çalışdı. Atılan qəti addımlardan biri və başlıcası hesab edirəm ki, Azərbaycanın müstəqil, hüquqi, demokratik dövlət quruculuğunun bəyan olunması. Bu verilmiş bəyanat, təminat faktiki əməldə, fəaliyyətdə addım-ba-addım öz təsdiqini tapdı. Azərbaycan vətəndaş müharibəsindən xilas oldu. Qardaş qırğını dayandırıldı. Azərbaycanın daxilindən parçalanmaya yönəlmiş hərəkətlər dayandırıldı. Azərbaycanın fərariliyə məruz qalan, dağılmaqda olan ordusu yaranmağa başladı. O zaman son dərəcə vacib olan atəşkəs əldə olundu. Ordu quruculuğu möhkəmləndi. Ölkə başçısının Azərbaycan xalqına döyüş qabiliyyəti olan qüvvələrə müraciəti öz əks sədasını doğruldu. Dövlət başçısına, Ali Baş Komandana inam reallaşdı. Vətəndaşların hava və su kimi arzuladığı və illər boyu ölkə rəhbərlərindən xahiş və tələb etdiyi daxili sabitlik nəhayət Heydər Əliyev hakimiyyəti dövründə əldə olundu. Və bu daxili sabitliyin dönməzliyi, dövlətçiliyə bağlılığın, qanunlara hörmətin, qanunlara inamın, dövlətə inamın bərpası öz həllini tapdı. Sözsüz ki, daxili sabitliyin möhkəmləndirilməsi, qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsi eyni zamanda Azərbaycanda aparılan hüquqi islahatlarla möhkəmləndi. 95-ci ildə 12 noyabr 95-ci il tarixdə dünyəvi dəyərlərdən bəhrələnən, vətəndaşların azadlığı, hüquq və mənafeyinin qorunmasına təminat verən Azərbaycan Respublikasının müstəqil dövlət kimi konstitusiyası qəbul olundu. Məhz bu konstitusiya Heydər Əliyev cənablarının adı ilə bağlıdır. Adı ilə bağlıdır ona görə ki, məhz bu konstitusiyanın komissiyasının sədri olduğuna görə yox, amma bu konstitusiyanın hər bir müddəasını insan şərəfinə, onun ləyaqətinə, onun toxunulmazlığına, hüquqlarının təminatına yönəlməsi, inkişaf edilmiş dünya ölkələrinin tarixinə, onların konstitusiyalarının, onların qanunlarının alliyinə öyrənməklə Azərbaycanın milli dəyərlərinə əsaslanan yeni konstitusiyası hazırlanıb ümumxalq müzakirəsinə verildi. Məhz bəyan olunan hüquqi dövlət quruculuğu, demokratik cəmiyyət uğrunda mübarizə müstəqil dövlətin konstitusiyasında öz həllini tapdı. Müstəqil dövlətin konstitusiyasında öz əksini və təminatını tapdı. Heydər Əliyev cənabları ilə işləmək özü bir şərəfdir, bir həyat məktəbidir. Həm asandır, həm də çətindir. Birinci bildirməliyəm ki, cənab prezident qanunları gözəl bilir. Qanunvericiliyi gözəl bilir, dürüst bilir. Hər hansı bir məsələnin həllində söykəndiyi obyektivlikdir, həqiqətdir. Vətəndaş mövqeyidir. Deyərdim, ata qəlbidir, qayğıdır, humanistlikdir. Digər tərəfdən qeyd etməliyəm ki, yüksək dinləmək qabiliyyətinə malik şəxsdir. Sonsuz səbrə, təmkinə malikdir. Heydər Əliyev cənabları işlədiyi insanları sadəcə işləmir, eyni zamanda onları öyrədir. Onları tərbiyələndirir. Lazım olanda tənbih edir. Amma bunların hamısını öz böyüklüyü ilə eləyir. Öz müdriklüyü ilə, öz qeyri-adi idarəçiliyi ilə. Ölkəyə yenidən başçılıq eləməli olan Heydər Əliyevin qarşısında nə qədər böyük vəzifə və məsuliyyət olduğunu təsəvvür etmək çətin deyil. Onun böyük təcrübəsi, siyasi dünya görüşü, dövlətin, ictimaiyyətin marağını bütün maraqlardan ündə bilməsi və çətin məqamlarda optimal çıxış yolu tapmaq istedadı
Respublikanı yenidən ayaq üstə qaldırdı. Sizə məlumdur ki, son illər hörmətli prezidentimiz başda olmaqla Azərbaycanda daxili stabilliyin normallaşdırılması, ümumi siyasi vəziyyətin, siyasi durumun yaxşılaşdırılması üçün çox böyük işlər görülübdür. Və aparılan işlər demək olar ki, özünün müsbət nəticəsini veribdir. Bugün mən daxili stabillikdən danışanda onu qeyd eləmək istəyirəm ki, son illər cinayətkarlığa qarşı mübarizə xeyli gücləndirilmiş və Respublikamızda indiki kriminogen vəziyyət demək olar ki, həm ictimaiyyəti mənim zənnimcə razı salır, həmçinin də ümumən Respublikamıza gələn qonaqları razı salır. Bunu ictimaiyyətin nümayəndələri ilə söhbətlərdə də biz bunun şahidi oluruq. Bir məsələni qeyd eləmək istəyirəm ki, son illər, yəni 1990-cı ildən başlayaraq Respublikada ümumi ictimai-siyasi vəziyyətin gərginliyi, eyni zamanda o dövrdəki hakimiyyət orqanlarının, o zamanki hakimiyyətdə duranların fərasətsiz rəhbərliyi nəticəsində Respublikada çox gərgin vəziyyət yaranmışdı. Cinayətkarlıq baş alıb gedirdi. Demək olar ki, 90-cı, 91-ci illərdən cinayətkarlığın artımı sürətlə davam etmiş və 92-ci ildə özünün ən yüksək səviyyəsinə çatmışdı. Məsələn, o vaxtlar əvvəlki illərlə müqayisədə cinayətkarlığın sayı 60%-dən yuxarı artmışdı. Xüsusən də ağır cinayət hadisələrinin sayı, ölüm hadisələrinin, ölümə sui-qəsd, quldurluq, soyğunçuluq hadisələri artmışdı. 1993-cü ilin ortalarında, iyun ayında Azərbaycana yenidən rəhbərliyə dəvət olunmuş hörmətli prezidentimiz Heydər Əliyev cənabları gələn gündən Respublikada stabilliyin bərpa olunması, daxili sabitliyin yaradılması üçün çox mühüm tədbirlər həyata keçirdi. Və nəticədə bilirsiniz ki, bir neçə, məsələn, 94-cü ilin 9 avqustunda hörmətli prezidentimiz fərman verdi. Bu fərmanda cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi tədbirləri haqqında fərman oldu və bu, hüquq mühafizə orqanlarının qarşısında bu fərman çox böyük məsələlər qoydu. Aparılmış bütün tədbirlər öz müsbət nəticəsini bayaq qeyd elədiyim kimi veribdir. İndi cinayətkarlığın, cinayətin artmasından yox, bu günləri Respublika ictimaiyyətinə məmnuniyyətlə bildirmək istəyirəm ki, cinayətkarlığın azalmasından danışmaq olar. Əlbəttə, bütün bunlar bizə imkan verir deyək ki, Respublikada stabillik bərqərar olub və hörmətli prezidentimizin bu işdə, bu vəziyyətdə xüsusi rolu vardır. Onun hüquq mühafizə orqanlarına qarşı göstərdiyi tələbkarlıq, cəmiyyətimizdə gedən proseslərə nəzarəti və eyni zamanda hörmətli prezidentimizlə xalq arasında olan o yekdillik, birlik, cəmiyyətimizdə yaranan ictimai-siyasi vəziyyətin normallaşması buna imkan verib ki, daxildə də stabillik yaransın və bu günləri Respublika ictimaiyyətini mən bir daha əmin eləmək istəyirəm ki, stabillik artıq dönməz olub və bu stabilliyin gələcəkdə də davam etməsi üçün daxili işlər orqanları bütün tədbirləri görəcəklər. Tezliklə bütün dünya ictimaiyyəti Azərbaycan həqiqətindən hali oldu. Müstəqil ölkənin möhkəmlənməsi, iqtisadiyyatdakı islahatlar, mükəmməl daxili və xarici siyasət böyük əzmlə yeni istiqamət aldı. Azərbaycan rəhbərinin Amerika, Avropa və Asiya ölkələrinə səfərləri Respublikamız ətrafında yaranmış informasiya blokadasının zəncirlərini parçaladı. Bəli, məhz Heydər Əliyevin böyük siyasət aləminə qayıtması və onun idarə etmə sükanı arxasında dayanması müstəqil Azərbaycanı bir çox bəlalardan xilas etdi. Bu bəlalar isə heç də az deyil. Qərbin neft konsorsiumu və Azərbaycan arasında əsrin müqaviləsinin imzalanması ilə Surət Hüseynovun yenidən baş qaldırması bir oldu. Xalqın iradəsi və Heydər Əliyevin qətiyyəti ilə dövlət çevrilişi cəhdinin qarşısının alınması misilsiz bir hadisəyə çevrildi. 88-ci ildən bəri ilk dəfə idi ki, xalq prezident sarayının qarşısına Respublika rəhbərini qorumaq üçün yığışırdı. Bu
xalq eyni əzmlə öz prezidentini, həmçinin Rövşən Cavadovun hakimiyyət iddialarına son qoyduğu bir vaxtda da dəstəklədi. Xalqla prezidentin yekdilliyi isə hadisələrin gələcək inkişafına müsbət təsir göstərərək respublikada daxili ictimai, siyasi və həm də elə iqtisadi sabitliyin əsasını qoydu. Azərbaycanın son bir ilində ictimai siyasi durumun tam sabit olmasını qətiyyətlə demək olar. Möhtərəm Prezidentimiz Heydər Əliyevin bu məqamın əldə olunmasındakı xidmətlərini mən belə bir məcazi müqayisə ilə vermək istəyərdim. Əgər biz respublikamızı təlatümlü bir dənizə bənzətsək, son 5-6 ilin hadisələrini nəzərə alaraq son 3 ildəki Azərbaycan Respublikasındakı iqtidarın fəaliyyəti nəticəsində biz deyə bilərik ki, bu təlatüm yatırılmış. İndi artıq qətiyyətlə demək olar, bulanıq sular durulmuş. Bu bulanıq sularda balıq tutanlar tam müəyyənləşdirilmiş. Kimin hansı mənafelərə xidmət elədiyi artıq dürüstləşdirilmiş. Respublika prezidenti ölkədə cərəyan edən bütün prosesləri bütövlükdə bilir. Bu prosesləri çox böyük ustalıqla idarə edir. Biz bugün Respublikanın sabahı barədə inamla danışa bilərik. Biz bugün qətiyyətlə deyə bilərik ki, Azərbaycanda dövlət hakimiyyətini güc yolu ilə, güc tətbiq etməklə, silahlı qüvvələrdən istifadə etməklə devirmək əsla mümkün deyil. Bugün biz qətiyyətlə deyə bilərik ki, heç bir, mən siyasi qüvvə demirəm, bu özünü siyasi qüvvə kimi qələmə verən qüvvələr qeyri-konstitusion yolla hakimiyyətə gələ bilməz. Bu istisna olunur artıq bugün. Azərbaycan Respublikasını yaxın illərdə get-gedə daha inamlı şəkildə sabitləşmə və tərəqqi gözləyir. İttifaqın dağıldığı ilk illəri xatırlayaq. Sosial-iqtisadi vəziyyət pisləşdikcə siyasi böhran artırdı. Bugünsə bunun tam əksi olan bir mənzərə gözlərimiz önündədir. Bugün Azərbaycan rəhbərliyi siyasi həyatımızda tam sabitliyə nail olub. Bu səbəbdəndir ki, Azərbaycanın iqtisadiyyatına təkcə neft sahəsində deyil, bütün sahələrdə böyük xarici sərmayələr ayrılır. Artıq xarici sərmayədarlar Azərbaycana kapital qoymaqdan çəkinmirlər. Elə buna görə də dünyanın ən nüfuzlu iqtisadiyyat mərkəzləri Azərbaycanla əməkdaşlığa can atır. Bunu son bir ilin hadisələri də parlaq şəkildə göstərdi. Hələ ötən ilin dekabrında Londonda Adam Smith İnstitutunun keçirdiyi Azərbaycanın investisiya imkanları mövzusunda beynəlxalq sərgi konferans dünyanın 25 ölkəsindən 70-ə yaxın şirkət və bankın diqqətini cəlb etmişdi. Nümayəndələr qarşısında isə Azərbaycanın dövlət başçısının özü Heydər Əliyev çıxış edirdi. Azərbaycan
Это новое независимое государство, молодое независимое государство, страна, которая вступила на путь независимого развития, страна, которая заняла свое достойное место в мировом сообществе, страна, которая стремится тесно интегрироваться в мировую экономику на основе общепризнанных мировых стандартов. Азербайджан открыт для иностранных инвесторов, открыт для инвестиций. Азербайджан открыт для сотрудничества, взаимовыгодного сотрудничества, активного сотрудничества. Для любого иностранного инвестора важны общественно-политические условия в той или другой стране. В Азербайджане обеспечена, твердо обеспечена общественно-политическая стабильность внутренняя, созданы соответствующие гарантии, действуют законы, и есть государство, которое в состоянии контролировать все отрасли жизни республики и обеспечить именно тот экономический курс, который взят и который будет иметь свое дальнейшее развитие. Поэтому я всех вас приглашаю в Азербайджан для активного сотрудничества с нами. Каждый инвестор в соответствии со своими стремлениями может получить у нас поддержку и помощь, самые главные добрые отношения. Потому что мы хотим, мы заинтересованы, мы желаем такого сотрудничества. Мы желаем приток иностранного капитала в Азербайджан. Мы желаем интеграцию нашей экономики мировой экономикой. Bugün Heydər Əliyevin çiyinləri üzərinə düşən ən ağır yüklərdən biri də yeni dövlət quruculuğu ilə bağlıdır. Son bir ildə o, mahir bir arxitektor kimi bu sahədə də az iş görmür. Həm də bu zaman Azərbaycan prezidenti həm dünya təcrübəsindən, həm də özünün zəngin həyat təcrübəsindən istifadə edir. Bu təcrübəyə görə isə müstəqil dövlətin bərqərar olması üçün onun siyasi, iqtisadi, sosial institutlarının mövcudluğu və infrastruktur müəssisələrin əsas prinsipləri mühüm hüquqi baza rolunu oynayır. Bu sistemlərin müxtəlif məqamlarını tənzimləmək, onların işlək mexanizmini etibarlı şəkildə əlaqələndirmək də az iş deyil. Bunlar isə boş yerdən yaranmır və o ilk növbədə demokratik və azadlıq məramları üzərində qurulmuş konstitusiyanın qəbul edilməsini şərtləndirir. Çünki dövlətin qəbul etdiyi qanunlar və bütün hüquqi aktlar konstitusiyanın müddəalarına əsaslanmalıdır. Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan da məhz bu yolla getdi. 1995-ci ilin noyabrında ölkənin ali qanunvericilik orqanı olan Milli Məclisə seçkilərlə eyni vaxtda müstəqil Azərbaycanın ilk milli konstitusiyasının qəbul edilməsi ilə əlaqədar referendumda keçirildi. Bugün həqiqətən Azərbaycan xalqının, müstəqil Azərbaycan Respublikasının tarixində çox əlamətdar bir gündür. Bu həqiqətən bayramdır. Çünki müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyası qəbul olunur və bugün ümumxalq referendumu keçirilir. Azərbaycan xalqı əsrlər boyu böyük mərhələlərdən keçib, nəhayət öz dövlət müstəqilliyinə nail olub, milli azadlığına nail olub və ilk dəfədir ki, sərbəst, müstəqil, heç bir mərkəzdən, heç bir dairədən asılı olmayaraq, özü öz taleyinin sahibi olaraq öz konstitusiyasını yaradır və həm dövlətinin təsislərini yaratmaq üçün, həm vətəndaşlarının hüquqlarının, azadlıqlarının təmin etmək üçün,
həm də müstəqil dövlətin, dövlətçiliyinin qoruyub saxlanması üçün, möhkəmlənməsi üçün, inkişaf etməsi üçün tarixi bir sənət yaradır. Bizim dilimiz Azərbaycan dilidir. Biz Azərbaycanlıyıq, Respublikamız Azərbaycandır. Ancaq tarixi nöqteyi nəzərdən, elmi nöqteyi nəzərdən, dilçilik elmi nöqteyi nəzərdən Azərbaycan dili dünyada mövcud olan Türk dilli dillər qrupuna daxil olan dildir. Ona görə Azərbaycan dilinin mənşəyi Türk dillər kökündən gəlir. Amma Türk dilli dillər qrupu dünyada çox böyükdür. Geçmişdə Sovetlər İttifaqının ərazisində 23 dil var. Hərəsinin müstəqil adı var, amma hamısı Türk dillər qrupuna mənsubdur. Bunlardan biri də Azərbaycan dilidir. Heydər Əliyev dünyaya gəldiyi torpağa, ana dilinə, xalq dilinin incəliklərinə, özünə məxsus mülayimliyinə, səmimiyyətinə, eyni zamanda sərt məntiqinə məhəbbətlə böyümüş bir Azərbaycanlı kimi həmin dilin daşıdığı psixoloji gücü, mənəvi enerjini mənimsəmişdir. Heydər Əliyev həm Azərbaycan dilinin sözün həqiqi mənasında dövlət dili olması, millətin mənəvi, mədəni atributlarından biri kimi yüksəlişi uğrunda çalışmaqla, həm də heç kimlə müqayisə olunmayan natiqlik məharəti ilə ona böyük nüfuz qazandırmış və qazandırmaqdadır. Heydər Əliyevin siyasi uzaqgörənliyi, demokratizmi özünü ən yüksək səviyyədə dövlət dilinin, ümumən milli dilin adı ilə bağlı, demək olar ki, şəxsi təşəbbüsü ilə keçirdiyi müzakirələrdə bir daha göstərdi. Həmin müzakirələrin fikir müxtəlifliyi, demokratizmi, professionalların iştirakı əsasında keçirilməsi təmin olunmaqla yanaşı, mətbuatda, televiziyada obyektiv əksi də təmin edildi. Professor Nizami Xudiyev, Heydər Əliyev və Azərbaycan dili məsələləri adlı məqaləsindən. Heydər Əliyev Azərbaycana rəhbərliyə gələndən bu günə qədər həmişə Azərbaycan dilinə, xalqımızın milli, mənəvi sərvətlərindən biri kimi xüsusi diqqət vermişdir. Mən bir dilçi filoloq olaraq müşahidələrim əsasında deyə bilərəm ki, həmin diqqət özünü iki baxımdan göstərmişdir. Birincisi, Azərbaycan dövlətinin başçısı Azərbaycan dilinin ictimai, siyasi nüfuzunu daim daha da yüksəltməyə çalışmış, ana dilinin, dövlət dilinin tədqiqinə, tədrisinə, yüksək kürsülərdən səslənməsinə qayğı göstərmişdir. İkincisi, öz çıxış, məruzə, nitq və söhbətlərində ana dilimizə, dövlət dilinə üstünlük vermiş, səlis, səviyyəli, məntiqli danışığı ilə həmişə nümunə olmuşdur. Azərbaycan dövlət müstəqilliyi qazanandan sonra Azərbaycan prezidentinin dövlət dili ilə bağlı gördüyü işlər daha da güclənmiş, daha ardıcıl və prinsipial xarakter daşımışdır. Xüsusilə dilimizin adı ilə əlaqədar keçən il keçirilən müzakirələr prezidentimizin bu məsələyə nə qədər böyük siyasi, ideoloji əhəmiyyət verdiyini göstərdi. Yazıçıların, dilçi alimlərin, tanınmış ziyalıların, müxtəlif siyasi xadimlərin iştirak etdiyi həmin müzakirələrdə yalnız dilimizin adı deyil, bir sıra digər aktual məsələlər də diqqət mərkəzində dayandı. Etiraf etməliyik ki, son 50 ildə, bəlkə də daha çox, Azərbaycan dili bu qədər nüfuzlu bir məclisdə, bu qədər qızğın bir müzakirənin mövzusu obyekti olmamışdı. Azərbaycan prezidentinin həmin müzakirələrdə fəal iştirakı, özünə məxsus elmi dilçilik təfəkkürü, hərtərəfli düşüncə və aydın məntiqlə mürəkkəb mübahisələri yekunlaşdırması həm müzakirə iştirakçılarını, həm də
Respublika ictimaiyyətini heyran qoydu. Cənab Prezident sübut etdi ki, Azərbaycan dövlətçiliyini hətta dil məsələsi kimi yüksək həssaslıq, siyasi ideoloji, ictimai psixoloji münasibət tələb edən mürəkkəb məsələlərini də çəkinmədən ətraflı müzakirələrlə həll etmək mümkündür. Azərbaycan rəhbərinin qeyri-adi hazırlığı, uzaq görənliyi, dövlətçilik düşüncəsi bütün bu problemləri araşdırıb yeganə düzgün nəticələr çıxarmağa qadirdir. Heydər Əliyev Azərbaycan dilini qarşılığı alınmaz bir sürətlə beynəlxalq miqyasa çıxartdı. Bugün biz müxtəlif diplomatik danışıqlarda, beynəlxalq müzakirələrdə Azərbaycan dilinin doğma intonasiyasını, avazını eşidirik. Həm də xüsusi olaraq qeyd etmək istərdim ki, ana dilimiz beynəlxalq münasibətlər meydanına Heydər Əliyev kimi bir fikir, düşüncə cəngavərinin, milli ruhlu, eyni zamanda dünya miqyaslı bir rəhbərin şəxsində çıxır. Heydər Əliyev yalnız dilçilik problemlərinə profesional səviyyədə bələd olan ana dilinin lüğət tərkibini, qrammatik quruluşunu, funksional üslubi imkanlarını dərindən bilən bir mütəfəkkir deyil, həm də gözəl natiqdir. Mən ümumiyyətlə bu fikirdəyəm ki, Heydər Əliyevin natiqlik məharəti dərindən təhlil edilib öyrənilməli və tədris olunmalıdır. Heydər Əliyevin nitqi, burada söhbət onun həm Azərbaycanca, həm də Rusca nitqindən gedir. Öz mükəmməlliyi, səlisliyi, zənginliyi ilə dünyanın ən böyük ictimai siyasi xadimlərinin, ən nəhəng natiqlərinin nitqi ilə müqayisə oluna bilər desək, qətiyyən səhv etməlidir. Allah Azərbaycan prezidentinə görkəmli natiqlər üçün xarakterik olan 3 mühüm əlamətin 3-ünü də vermişdir. Birincisi hündür boy, qədd-i qamət, əzəmət, ümumiyyətlə xarici görkəm. İkincisi gur, təsirli, yapışıqlı səs. Üçüncüsü möhkəm məntiq. Bunların heç birini, heç bir natiq sonradan qazana bilməz. Bunlar insana fitri olaraq verilir. Natiqlik üçün tələb olunan qalan keyfiyyətlər isə insanın özündən, qazandığı təcrübədən, keçdiyi məktəbdən asılıdır. Heydər Əliyevin keçdiyi zəngin həyat, mübarizə təcrübəsi, ictimai siyasi fəaliyyət məktəbi, özünün qabiliyyəti, istedadı hamısı bir yerdə imkan vermişdir ki, o natiqlik sənətinin zirvəsinə yüksələ, bu sahədə öz yolunu, üslubunu müəyyənləşdirə. Azərbaycan prezidentinin zəngin təfəkkürü, mükəmməl, kəsərli, məntiqli, səfərbər edici nitqi bizim mənəvi ideoloji sərvətimizdir. Və biz bu sərvətə layiqli bir şəkildə sahib durmalı, onu lazımı səviyyədə qiymətləndirməli, bacarmalıyıq. 1996-cı il martın 4-də Prezident Sarayında Heydər Əliyevin sədrliyi ilə Hüquqi İslahatlar üzrə Respublika Komissiyasının ilk iclası keçirildi. İclasda dövlətin əsas qanunlarının təkmilləşdirilməsi yolları müəyyən edildi. Bütün dövlət və hökumət strukturlarına cəmiyyətin hüquqi həyatında dəyişikliklər edilməsi ilə əlaqədar konkret tapşırıqlar verildi. İclasda qəbul edilmiş qərarlar ayrı-ayrılıqda bütün parlament komissiyalarının gərgin və məqsədyönlü işini müəyyənləşdirdi. Hərtərəfli işlənmiş qanunlar Milli Məclisin müzakirəsinə verildi. İnamla demək olar ki, qısa müddətdə komissiyanın işçi qrupları, iqtisadi və sosial islahatların açarı hesab edilən yeni qanunvericilik aktları işləyib hazırlandı və həmin sənədlər Milli Məclisdə qəbul edildi. 1996-cı il bütün dünyanın, o cümlədən Azərbaycanın taleyinə də ümidlər ili kimi daxil olundu. Bu ümidləri doğrultmağın ən münasib taktiki yolu kimi Heydər Əliyev 3 əsas istiqamətdə
Azərbaycanın beynəlxalq mövqelərini möhkəmlətmək, Ermənistanla münaqişəni yoluna qoymaq və nəhayət, Respublika iqtisadiyyatındakı mövcud böhranı aradan qaldırmaq sahəsində fəaliyyətini genişləndirdi. Siyasətdə, xüsusən xarici siyasətdə parlaq nəticələr gec üzə çıxsa da, Heydər Əliyev bu sahədə özünün böyük müdrikliklə müəyyənləşdirdiyi balanslaşdırma siyasətini inadla davam etdirərək həm beynəlxalq aləmdə, həm də Azərbaycanın yerləşdiyi regionda çox müsbət meyillərin yaranmasına nail oldu. Aprelin axırlarında Avropanın mərkəzi dövlətlərinə səfər edən Prezident Heydər Əliyev Lüksemburqda Avropa İqtisadi Birliyi ilə Respublikamız arasında əməkdaşlıq və tərəfdaşlıq haqqında saziş imzaladı. Ertəsi gün isə o, Belçika paytaxtında NATO'nun qərargahında bu təşkilatın baş katibi Javier Solana ilə Azərbaycan-NATO əməkdaşlığı məsələsini müzakirə etdi. Bu tədbirlərdən əvvəl isə Heydər Əliyev hələ yanvar ayında MDB üzvü olan ölkə başçılarının görüşündə iştirak etmişdi. Bu birlik çərçivəsində müzakirə olunan prinsipial məsələlərdə öz mövqeyini saxlayan Azərbaycan, yaradıcılarından biri olduğu ECO, yəni İqtisadi Əməkdaşlıq Təşkilatında da fəal iştirak etməkdədir. Bu təşkilatla əməkdaşlığın əsas məqsədi isə yaxın gələcəkdə gerçəkləşməsi mümkün olan Orta Asiya, Pakistan, İran və Türkiyə iqtisadi infrastrukturuna, o cümlədən yeni nəqliyyat kommunikasiyasına qoşulmaqdır. Ona görə də dünyada və regionda gedən prosesləri çox böyük həssaslıqla izləyən Heydər Əliyevin may ayında İrana səfəri səbəbsiz deyil. Qonşu ölkədə Məşhəd, Sərəxs, Hecən marşrutu üzrə dəmir yolunun çəkilişi sözün həqiqi mənasında böyük hadisə idi. Mayın 13-də həmin dəmir yolunun açılışı mərasimində bir çox ölkələrin rəhbərləri ilə yanaşı Azərbaycan Prezidenti Heydər Əliyevin də iştirakı çox şey deyirdi. Ertəsi gün Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkə başçılarının yüksək səviyyədə 4-cü toplantısı keçirildi. Bu möhtəşəm tədbirdə iştirak edən Azərbaycan dövlətinin başçısı çıxış edərək regionda kommunikasiya əlaqələrinin genişləndirilməsindən danışdı. Elə bu görüşdə ölkələr arası əlaqələrin bir sıra aktual cəhətləri müzakirə edildi, iqtisadi və humanitar sərmayəçiliyin müxtəlif sahələrdə regional qarşılıqlı fəaliyyətin sürətləndirilməsinin yeni yolları müəyyənləşdirildi. Bu və buna bənzər tədbirlər Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi prinsiplərdən birinin qonşu dövlətlərlə münasibətlərin tənzimlənməsinə təkan verdi. Qonşu ölkələrlə yaxından əməkdaşlıq baxımından bu il mart ayının 8-dən 10-na dək Azərbaycan Prezidentinin Gürcüstana səfərinin nəticələrini, dövlət başçısı Eduard Şevarnadze və bu ölkənin digər rəhbərləri ilə görüşlərini, iki ölkə arasında əməkdaşlıq haqqında mühüm sənədlər qovluğunun imzalanmasını dəyərləndirməkdə söz tapmaq çətindir. Gürcüstan parlamentində deputatların böyük diqqət və ehtiram göstərdikləri Heydər Əliyev, Gürcüstanın millət vəkilləri önündəki çıxışında bu sözləri deyir. Mən bugün qardaş Gürcüstan Respublikasının parlamentinin qarşısında bəyan edirəm ki, biz Azərbaycanda əldə etdiyimiz milli azadlığı, dövlət müstəqilliyimizi 20-ci əsrin ən yüksək neyməti, ən yüksək nailiyyəti hesab edirik. Biz müstəqilliyimizi daim edəcəyik, əbədi edəcəyik, qoruyub saxlayacaq və heç vaxt dövlət müstəqilliyimizi əlimizdən verməyəcək.
Bəli, məhz bu nailiyyətlərdən istifadə edərək Azərbaycan demokratik hüquqi dövlət qurmaq, bütün ölkələrlə bərabər hüquqlu, qarşılıqlı əlaqələr yaratmaq niyyətindədir. Azərbaycan-Gürcüstan əlaqələrinə də məhz bu yönümdən baxmaq gərəkdir. Çünki bu iki Qafqaz dövləti arasında daim əməkdaşlıq olub, var və olacaqdır. Son zamanlar isə bu münasibətlər xüsusilə böyük məna kəsb etməyə başlayıb. Ona görə ki, əsrin müqaviləsi imzalandıqdan sonra həm Azərbaycanın, həm də Gürcüstanın marağı daxilində səmərəli, faydalı əməkdaşlıq üçün daha bir zəmin yaranır. İlkin neftin nəql edilməsi ilə bağlı marşrutlardan birinin Gürcüstan ərazisindən keçməsi bu ölkəyə böyük fayda verəcək. Üstəlik, Xəzər dənizinin xam malı da Gürcüstan iqtisadiyyatının dirçəlməsinə güclü bir təkan olacaq. Azərbaycan belə qarşılıqlı faydalı münasibətləri şimal və cənub qonşuları ilə də qurmağa çalışır. Hər halda Heydər Əliyevin həmin dövlətlərlə intensiv diyaloq atmosferini çox ustalıqla saxlaması, həmin ölkələrdəki bəzi dairələrin əvvəllər Azərbaycana bəslədikləri düşmənçilik hisslərini xeyli zərərsizləşdirir. Heydər Əliyevin Pakistana səfəri isə siyasi və iqtisadi əlaqələr dairəsinin bir qədər genişləndirilməsi deməkdir. Bu ölkədə böyük ehtiramla qarşılanan Azərbaycan rəhbəri Baş nazir və nazir Bhutto ilə birgə iki dövlət arasında əməkdaşlığa dair çox mühüm sənədlər imzaladı. Heydər Əliyevin Norveçə səfəri Azərbaycanın Avropa ilə təmasında yeni mərhələ açdı. Bu iki ölkəni təkcə sənayinin ümumi strukturunda neftin üstünlük təşkil etməsi yaxınlaşdırmır. Həm də əgər Turxeyrdala inansaq, biz Norveçlərlə qohum qalırıq. Əlbəttə, bir vaxtlar Vikinglər Abşeron ərazisindən Skandinaviya sahillərinə köç edəndə Xəzərlə Şimal dənizi arasında mənəvi körpü yaradacaqlarına bəlkə də inanmazdılar. Amma belədir. Norveçə səfər etməklə Azərbaycanın prezidenti bu şimal ölkəsi ilə respublikamız arasında yaddaş körpüsünü bərpa etmiş olur. Əlbəttə, tarix öz yerində. Amma bugünün öz qayğıları var. Yəni Norveç və Azərbaycan beynəlxalq aləmdə yaxınlıqlarını nümayiş etdirərək dostluq və ikitərəfli əməkdaşlıq haqqında sənədləri imzaladılar. Bu səfər həm də neft sənayesi sahəsində başlanmış əməkdaşlığa yeni impuls verir. Azərbaycanın rəhbəri Avropada ən çox neft çıxaran dövlətin, Norveçin və eləcə də bu ölkəni dünya miqyasında təmsil edən Statoil şirkətinin dənizdəki bənzərsiz qurğularına da baş çəkir. Statoil'un Şimal dənizindəki Sleipner qurğusuna getmək təhlükəli olsa belə, mütərəqqi texnologiya ilə tanış olmaq üçün riskə getməyə dəyər. Azərbaycanın dövlət başçısının Almaniyaya rəsmi səfəri, Avropanın yeni güc mərkəzi və dünyanın sənayecə ən inkişaf etmiş ölkələrindən olan Almaniyada Heydər Əliyev ən arzu olunan qonaq kimi qarşılanır. Prezident Roman Herzogla və eləcə də federal kansler Helmut Kohl'la aparılan danışıqlar iki ölkə arasında əməkdaşlıq üçün yeni üfüqlər açır. Almanya Ermənistanla münaqişədə Azərbaycanın haqq işini müdafiə etdiyini gizlətmir və bu işdə siyasi dəstəyini əsirgəmədiyini bəyan edir. Almaniyanın iş adamları öz dövlətlərinin bu addımını Azərbaycanda iqtisadi fəaliyyət üçün təminat jesti hesab edərək Bakıda işləmək arzularını gizlətmirlər. Azərbaycanın prezidentinin iş adamları ilə görüşü isə Almanya biznesmenlərinə daha böyük ümidlər verdi. Между Германией и Азербайджаном в дальнейшем могут существовать более тесные отношения, а самое главное сотрудничество и в сфере экономики, и во всех
других сферах жизни. Германия крупная мировая страна с огромным научно-техническим экономическим потенциалом. Германия и в прошлом своей истории, и за последние 50-летия демонстрировала миру способность добиваться высоких целей, высоких ступеней и в науке, и в технике, и в образовании, и, естественно, в развитии экономики. Поэтому для нас, для Азербайджана, молодого независимого государства, естественно, имеет очень важное значение иметь тесные отношения с Германией, сотрудничать с Германией. Мы это и делаем. Azərbaycan dövlət başçısının gərgin səyi nəticəsində daxili siyasi sabitlik yaratdığı faktdır. Respublikada iqtisadi islahatlar aparılması, ölkənin dirçəlməsinə sərmayə qoyulması üçünsə bu əsas şərtdir. Məhz bu sabitliyin nəticəsidir ki, Azərbaycanda son bir ildə xarici neft şirkətləri də çox iş görə bilir. Əsrin müqaviləsinin ardınca 1995-ci ilin noyabrında Qarabağ, 1996-cı ilin iyulunda isə Şahdəniz neft yataqlarının istismarı ilə əlaqədar bağlanmış müqavilələri xatırlamaq kifayətdir. Siyasi sabitlik, iqtisadi və sosial islahatların qətiyyətli tətbiqi və sürətləndirilməsi təbii ki, beynəlxalq maliyyə institutlarının Azərbaycana diqqətini daha da artırmaqdadır. Və bu institutların marağı Azərbaycan iqtisadiyyatının bərpasına, islahatlara, iqtisadiyyatın böhrandan çıxarılmasına və sosial-iqtisadi dəyişikliyə yönəlmiş bir sıra əhəmiyyətli layihələrin həyata keçməsi üçün kreditlər ayrılmasına şərait yaradır. Yaxın vaxtlarda Beynəlxalq Valyuta Fondunun Azərbaycana stand-by krediti çərçivəsində növbəti vəsait ayıracağı gözlənilir. Bu kreditlər bütövlükdə inflyasiyanın qarşısını almağa, milli valyuta kursunu sabit saxlamağa, özəlləşdirmə proqramının reallaşmasını sürətləndirməyə, dövlət institutlarının və strukturlarının yeniləşməsinə xidmət edəcək. Bu da son nəticədə sənayedə istehsalın aşağı düşməsinin qarşısını almağa və onun tədricən dirçəlməsi üçün lazımi şəraiti yaratmağa kömək edəcək. Ümumdünya Bankı, Bakının su təchizatı şəbəkəsinin yenidən qurulması, paytaxt əhalisinin içməli su ilə təchizatındakı problemlərin kökündən həll edilməsi üçün iri həcmli kredit ayırdı. Bu mənada Prezident Heydər Əliyevin 1996-cı il martın 12-sində Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru Michel Kambeslə və martın 26-sında isə Dünya Bankının icraçı direktoru Jean-Daniel Gerberlə görüşləri az əhəmiyyət kəsb etmədi. Əlbəttə, xaricdən kreditin gəlməyi yaxşıdır. Bəs daxildə yerli iqtisadiyyat necə qurulur və Nazirlər Kabineti ona necə nəzarət edir? Prezident sarayında Heydər Əliyevin sədrliyi ilə Nazirlər Kabinetində keçirilən müşavirə bu məsələyə həsr edilmişdir. Azərbaycanın dövlət başçısı müşavirə iştirakçılar qarşısında çıxış etdi. İqtisadiyyatda struktur dəyişiklikləri şübhəsiz ki, bu dediyim tədbirlərlə həyata keçirilib, amma hələ bu barədə çox da böyük işlər var. Ona görə də biz dünən də, bugün də bu müzakirənin mərkəzində
iqtisadiyyatda struktur dəyişikliklərini bir əsas vəzifə kimi yenidən meydana çıxardırıq. Yenidən diqqət mərkəzində qoyuruq. Bu barədə çox işlər görülməlidir. Bunun qlobal nöqteyi nəzərdən tədbirləri özəlləşdirməklə əlaqədardır. Ancaq hər bir sahədə struktur dəyişiklikləri hələ o mövcud imkanları səmərəli istifadə etmək, onun bazar iqtisadiyyatına uyğun etməkdən ibarətdir. Bazar iqtisadiyyatı bir tək, bilirsiniz, sərbəst istiqadət demək deyil. Bazar iqtisadiyyatı istehsalla bazar arasında olan əlaqədir. İstehsal gələk bazarla bağlı olsun. Bazarın konjunkturası ilə bağlı olsun. Əgər bazarın konjunkturasına istehsal cavab vermirsə, o ya istehsal olmamalıdır, ya o məhsulun növünü dəyişməlidir, onun keyfiyyətini dəyişməlidir, onu o bazarın tələblərinə uyğunlaşdırmalıdır. Əgər onu edə bilmirsə də, bu istehsal demək ləğv olunmalıdır, müflisləşməlidir. Bax, bazar iqtisadiyyatı tək elə bir tamamilə özəlləşdir, xüsusi mülkiyyət yarat, tək bundan ibarət deyil. İndi bu yaranan xüsusi mülkiyyətçilər də, bunlar da hamısı, əgər bazar iqtisadiyyatı yolu ilə gedəcəklərsə, bunlar bazarın tələblərinə uyğun gərək işlərini qursunlar. Özəlləşdirmə, yaxud da ki, mülkiyyətin xüsusiyyətə verilməsi bir onda deyil ki, bu devlət mülkiyyətindədir, bunu verdin xüsusi mülkiyyətə. Bu xüsusi mülkiyyətçi, bu əmlaki nə cürə istifadə edəcəkdir? Torpaqdır, yaxud da ki, istehsal müəssisəsidir, yaxud ticarət müəssisəsidir, məişət müəssisəsidir. Bunu nə cürə istifadə edəcək? Əgər onun bazarın tələblərinə uyğun istifadə edə biləcəksə, o müvəffəq olacaqdır. O yaxşı nəticə əldə edəcəkdir. Özü üçün, eyni zamanda bizim iqtisadiyyatımız üçün. Çünki o istehsalı artıracaq, istehsalı artıranda o bizə verilən vergilər artacaqdır, həm bazar təmin olunacaqdır, həm devlətin mənafeləri təmin olunacaqdır. Azərbaycanın ən böyük problemi Qarabağ və Ermənistanla münaqişədir. Hələ 1994-cü ilin birinci yarısında beynəlxalq əməkdaşlığın inkişafı və iqtisadiyyatın sabit artımı 2 il əvvəl atəşkəsə nail olunmasına kömək etdi. Bu, Qarabağ münaqişəsinin qəti nizama salınması ilə bağlı danışıqlar prosesini fəallaşdırdı və ən yüksək beynəlxalq dairələrdə bu problemin düzgün həllinə yönəldilmiş səyi və diqqəti artırdı. Heydər Əliyevin səbirli, təmkinli siyasəti sayəsində dünyanın bir sıra nüfuzlu təşkilatları, o cümlədən ATƏT, BMT, Avropa Şurası və başqa beynəlxalq institutlar Azərbaycan diplomatiyasına səmərəli fəaliyyət üçün imkanlar açdı. İllərdən bəri düyünə düşmüş münasibətlərin nizama salınması üçün danışıqlara başlandı. Bu danışıqlar şübhəsiz Azərbaycanın maraqlarına uyğun, Respublikanın ərazi bütövlüyünə azacıq belə xələl gətirməyən və öz mövqeyimizi qətiyyətlə müdafiə istiqamətində gedir. Məhz bu amili, dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipini rəhbər tutan Azərbaycan prezidenti bütün səviyyələrdə bu mövqeyi qətiyyətlə müdafiə edir. Prezident Heydər Əliyev bütün görüşlərdə və danışıqlarda bunu Qarabağ münaqişəsinin tənzimlənməsinin əsas amili saydığını bildirir. Azərbaycan diplomatiyası çoxdan elan etmişdir ki, erməni silahlı birləşmələri Azərbaycan ərazilərindən çıxarılmayınca, milyonlarla qaçqın öz doğma ocaqlarına qayıtmayınca problemin qəti və uğurlu həlli mümkün deyil. Bununla yanaşı, Azərbaycan dövlətinin başçısı dəfələrlə bəyan edib ki, Azərbaycan Ermənistan tərəfindən bu şərtlərin yerinə yetiriləcəyi tərzdə Dağlıq Qarabağa Azərbaycan tərkibində yüksək status verməyə hazırdır. Sir deyildir ki, keçmiş SSR ərazisindəki bütün separatçı müharibələr hələlik belə dırnaqarası ayrılmaz statusu ilə başa çatır. Dünyada heç bir ölkə Qarabağın, Cənubi Osetiyanın, Abxaziyanın,
və Pridnestrovyenin müstəqilliyini tanımayıb və tanımayacaqlar. Onlar hamısı faktiki olaraq sərbəst buraxılır. Amma əhali öz yarım kriminal, saxta respublikasında çox ağır və əzablı bir həyat keçirir. Bütün bu sadaladığımız yerlərin hər birində özünə məxsus sürətlə kompromis variantlar yetişməkdədir. İyunun 4-də Bakıda Xəzər Neft Qaz və Neft Kimyası 96 3-cü beynəlxalq sərgi konfransı açıldı. Burada dünyanın bir çox ölkəsinin onlarca iri şirkəti neft qaz hasilatı və emalı, neft maşın qayırma və kimyəvi birləşmələr məhsullarının buraxılışı sahəsində öz nailiyyətlərini nümayiş etdirdilər. Konfransda bu sahədə ən yeni elmi iş barədə məruzələr dinlənildi. Əlamətlər haldır ki, elə həmin gün Gülüstan Sarayında Azərbaycan Dövlət Neft Şirkəti ilə bir qrup xarici şirkət arasında Xəzər dənizinin Azərbaycan sektorunda perspektiv şahdəniz strukturunun işlədilməsi üzrə daha bir neft müqaviləsinin imzalanması mərasimi keçirildi. Mərasimdə çıxış edən Azərbaycan dövlətinin başçısı bu faktı Azərbaycanda hüquqi və demokratik dövlətin qurulması, siyasi və iqtisadi islahatların həyata keçirilməsi, Respublikanın sərbəst bazar iqtisadiyyatı yolunda inamlı addımları, habelə Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatı sistemi ilə sıx bağlılığının təsdiqi kimi qiymətləndirdi. Bu kontraktlar əməli surətdə həyata keçiriləcək. Onlar öz bəhrəsini, öz nəticələrini verəcəklər və onlar Azərbaycan xalqının rifah halının yüksəlməsi üçün böyük xidmətlər göstərəcəklər. Allah Azərbaycan xalqına zəngin sərvətlər bəxş etmişdir. Bizim borcumuz, bizim vəzifəmiz bu sərvətləri ehtiyatla istifadə etmək və eyni zamanda bu sərvətləri ardıcıl olaraq aşkara çıxardıb, hərəkətə gətirmək, müstəqil Respublikamızın inkişafı naminə, xalqımızın rifahı naminə istifadə etməkdir. Hamı bilməlidir ki, belə bir kontraktların hazırlanması və onların imzalanması haqqında qərarlar qəbul olunması çox böyük əmək sərf edir və eyni zamanda böyük iradə tələb edir. Mən bugün bildirmək istəyirəm ki, bu kontraktları hazırlayarkən biz bütün məsələlərə çox diqqətlə yanaşırıq, çox böyük məsuliyyətlə yanaşırıq və həm bugün, həm gələcək nəsillər qarşısında öz məsuliyyətimizi dərk edirik. Yalnız dərin və geniş təhlildən sonra, təhqiqatdan sonra, dərin və geniş müzakirədən sonra bu kontraktların birinci növbədə Azərbaycan üçün gərəkli olduğunu və faydalı olduğunu dərk edəndən sonra, hiss edəndən sonra bu kontraktların imzalanması haqqında qərar qəbul olunur. Və aydındır ki, bu kontraktların imzalanması haqqında qərar qəbul edərkən mən Azərbaycan Respublikasının prezidenti kimi üzərimə böyük məsuliyyət götürürəm. Öz bu məsuliyyəti dərk edirəm və əmin ola bilərsiniz ki, yalnız və yalnız bu kontraktların Azərbaycan üçün çox zəruri olduğuna görə və Azərbaycanın gələcəyi üçün çox xeyirli olduğuna görə, Azərbaycanın gələcək nəsilləri üçün çox lazım olduğuna görə mən bu məsuliyyətli qərarları qəbul edirəm. Avqustun 16-sında Prezident Sarayında Azərbaycan dövlət başçısının yerli sahibkarlar və xarici işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirildi. Heydər Əliyev öz çıxışında bildirdi ki, bugün Azərbaycanda sahibkarlıq üçün əlverişli və sərfəli şərait yaradılır. İşgüzar adamlar sadəcə olaraq öz işlərini bir qədər fəallaşdırmalıdırlar. Dövlət başçısı bir daha qeyd etdi ki, o, iqtisadiyyatın maneəsiz bazar münasibətlərinə keçməsinə və ümumilikdə iqtisadi sahənin təkmilləşdirilməsinə şərait yaradacaq, özü də bu yolun tərəfdarıdır.
Mən bir də qeyd etmək istəyirəm ki, sahibkarlıq məsələ yolu Azərbaycanda, bir Azərbaycanda, keçmiş Sovetlər İttifaqında çox belə yenişli yoldur. Sahibkar olanların bəziləri elə düz yoldan getməyiblər ki, sahibkar olublar. Cürbəcür yollarla gediblər. Biri qanundan qaçıb, biri qanunu pozub, biri o tərəfdən gedib, biri bu tərəfdən gedibdir. Sahibkar olubdur, özünə devlət düzəldibdir, özünə müəssisə düzəldibdir, kooperativ düzəldibdir, kiçik müəssisə deyirlər, ya böyük müəssisə deyirlər, düzəldibdir. Hərə bir yolla düzəldibdir. Amma bu yolla gedən adamlar çəkişib, bərkişiblər bir tərəfdən də az-çox qanunları öyrəniblər. Və indi o mərhələ gəlib ki, artıq sahibkarlıq həqiqi sahibkarlıq olmalıdır. Və sahibkarlıq halal sahibkarlıq olmalıdır. Bilirsiniz, qanunları pozmaq yolu ilə, qanunların o tərəfindən bu tərəfindən keçmək yolu ilə, vergini gizlətmək yolu ilə, yaxud xarica mal çıxardarkən oğurluq yolundan keçməklə, xaricdən mal gətirərkən oğurluq yolundan keçməklə, gömrük idarələri ilə əlaqəyə girib, onlara pulu verib, rüsumu verməməklə, yaxud da ki, vergi bəzi orqanları ilə əlaqəyə girib, vergidən az pulu onlara verib, vergi verməməklə. Belə hallar var. Bunlar var, mən ona görə bunları dedim. Bu yollarla həqiqi, halal sahibkar olmaz. Bilirsiniz, dünyada hər şey halallıq istəyir. Təmizlik, düzlük istəyir. Bizim Azərbaycanda da, keçmişdə də böyük sahibkarlar, böyük mülk sahiblərinin əksəriyyəti, deyə bilərəm hamısı, keçmişdə də hər bir şey olubdur, əksəriyyəti halal yolla, halal qazandığı pulla mülk sahibi olublar, sahibkar olublar. İndi biz bax bu özəlləşdirməyə gedirik. İnsanlar istəyirik ki, mülk sahibi olsunlar, insanlar əmlak sahibi olsunlar, insanlar sahibkar olsunlar. Artıq indiyə qədər nə olubdur? Bundan sonra düz yolla getmək lazımdır. Bundan sonra halal yolla getmək lazımdır. Qanunlara riayət etmək lazımdır. Yaxşı olar ki, qanunu yolla gedəsən, az qazanasan, nəinki qanunu o tərəfdən, bu tərəfdən keçəsən, biraz çox qazanırsan, onu onsuz da itirəcəksən. Onu əgər biraz kobud da desəm, qusacaqsan. Amma halal yolla getsən, nə itirəcəksən, nə də qusacaqsan. Ona görə də mən arzu edərdim ki, bizim sahibkarlarımız qanuna riayət etsinlər. Qanunu yolla geçsinlər və qanunu yolla gedərək onlar həqqi sahibkar olarlar. İkinci tərəfdə mən bugün tələb edirəm devlət orqanlarından ki, sahibkarlara qanunu yoluna sahibkarlar etmək üçün maneçilik törətməsinlər, əngəllər yaratmasınlar, onlara mane olmasınlar, onların qanunu tələblərini yerinə yetirərkən onları rüşvət verməyə sövq etməsinlər, rüşvət almasınlar, onlarla birlikdə qanunu pozmasınlar. Ötən il Azərbaycanın iri sənaye bölgəsində, Sumqayıt şəhərində xüsusi iqtisadi zonanın yaradılması layihəsinin həyata keçirilməsi tədbirlərinin fəallaşması ilə də əlamətdardır. Bilavasitə BMT-nin inkişaf proqramı ilə əlaqələndirilən bu layihə Sumqayıt bölgəsini əsl sərbəst iqtisadi zonaya çevirməyə, orada qarşılıqlı faydalanma əsasında bir sıra birgə müəssisə yaratmağa, xalqın rifahını yüksəltməyə imkan yaradacaq. Qeyd etmək lazımdır ki, bu layihə üzrə işlər Respublika rəhbərliyinin diqqət mərkəzindədir. Bəzən deyirlər ki, Sumqayıt ölü şəhərdir. Mən bundan razı deyiləm. Yalan fikirdir. Sumqayıt qəhrəmanlar şəhəridir. Sumqayıt gözəl insanlar şəhəridir. Sumqayıt sizin şəhərinizdir. Siz burada yaşayırsınız. Siz burada böyümüsünüz.
siz burada Asiya gelmişsiniz. Siz Azerbaycan'ın sanayisini, medeniyetini, Azerbaycan'ın hayatını burada inkişaf ettirirsiniz. Siz güzel insanlarsınız. Ben sizin her birinize baktıkça yüreğim dağa dönür. Sevinirim. Yaşlısı da, cavanı da, körpesi de, uşağı da, kadını da, kişisi de hamısı güzeldir. Hamısı qəhrəmanlıdır. Hamısı cesaretlidir. Əsrin müqaviləsinin həyata keçirilməsi, həmçinin bütün respublika iqtisadiyyatından ötürü Amerikanın Santa Fe şirkəti tərəfindən yenidən quraşdırılmış Dədə Qorqud üzən qazma qurğusunun istismara verilməsi böyük əhəmiyyət kəsb edir. Bu işə 30 milyon dollardan çox vəsait xərclənir. Həmin qurğunun istismara buraxılmasında iştirak edən Prezident Heydər Əliyev bu hadisənin həm respublika həyatında, həm də əsrin müqaviləsinin gerçəkləşməsində böyük əhəmiyyətindən danışdı. Axı bu saziş çərçivəsində neft emalı üzrə işlərin yerinə yetirilməsi sürətləndiriləcək. Söz yox ki, Özbəkistan rəhbəri İslam Kərimovun Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Bakıya rəsmi səfərləri bu ideyaya xidmətin diqqətə layiq hadisələrindəndir. Həmin səfər Heydər Əliyevin Orta Asiya Respublikaları ilə bağlı siyasətinin ürəkaçan bəhrəsi olan bu səfərlər Azərbaycanla Özbəkistan və Qazaxıstan arasında müxtəlif sahələrdə əməkdaşlıq və qarşılıqlı fəaliyyət barədə çox mühüm sənədin imzalanması ilə yadda qaldı. Nazarbayev və Heydər Əliyev Xəzər dənizi məsələləri üzrə birgə bəyanatı da imzaladılar. Beləliklə, neft-qaz sahəsində iki ölkə arasında əməkdaşlıq yolları müəyyənləşdirildi. Bu isə təbii ki, hər iki dövlətin iqtisadiyyatının inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Bir sözlə, heç şübhəsiz ilin mühüm olaylarına nəzər saldıqda qətiyyətlə demək olar ki, müdrik və uzaqgörən siyasətçi, vətəninin sadiq oğlu Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan, bundan sonra da əsl müstəqillik və iqtisadi çiçəklənmə yolunu davam etdirəcək, dünya birliyində layiqli və görkəmli yer tutmağa çalışacaq, ümumdünya şöhrəti və nüfuzu qazanacaq. Deyirlər ki, yer üzündə əzəmətli, nəhəng nə varsa, uzaqdan daha yaxşı görünür. Bu mənada bizim filmimiz çətin ki, baş verən dəyişiklikləri tam mənası ilə əks etdirə bilsin. Bunların mühüm əhəmiyyətini, dəyərini yalnız gələcək nəsillər verə bilər. Amma bu da bir həqiqətdir ki, bizim bəxtimiz gətirib. Ona görə ki, həmin o işıqlı gələcəyi prezidentimiz, dünyanın görkəmli siyasətçisi, sözün əsl mənasında fenomen şəxsiyyət Heydər Əliyev yaxınlaşdırmaqdadır. Və biz bunu bütün varlığımızla duyur, hiss edirik. Три года, когда Гейдар Алиевич возглавляет одно из самых интересных и, на мой взгляд, перспективных государств в Закавказье. Каждый год это действительно серьезная дата, и что очень приятно, что в каждом году можно подводить значимые итоги. И что касается развития российско-азербайджанских отношений, мы полагаем так, что за этот год тоже сделано немало позитивного в этом направлении. Я думаю, что Гейдар Алиевич относится к той категории людей, которые заслуживают не только уважения как президент по должности, скажем так, он относится к той когорте людей, которые заслуживают просто человеческого уважения, не как посла президента, хотя это, разумеется, присутствует так или иначе. Он просто заслуживает большого человеческого уважения, как человек с достаточно сложной судьбой, с достаточно сложным, так сказать, сложным движением вообще по служению. То есть это человек, который прошел
как говорят дипломаты, степ-бай-степ, шаг за шагом, от рядового сотрудника до президента. Prezidentimiz öz işini o səviyyədə qurmuşdur ki, dağılmaqda olan Azərbaycan dövləti demək olar ki, yenidən bərpa olunmuşdur. Azərbaycan dövlətinə xaricdən və daxildən edilən iradlar, münaqişələr, digər tədbirlər hamısı demək olar ki, aradan götürülmüşdür. Biz 3 il bundan qabaq Azərbaycanda mövcud vəziyyəti yaxşı görürdük. O vaxt demək olar ki, Azərbaycanda digər dillərdə danışmaq istəyəndə biz bunlardan necə çəkinirdik, bizə irad tuturdular. Amma hörmətli prezidentimiz bütün bu problemləri, milli məsələlərin həllində yaxından Azərbaycan xalqına köməklik göstəribdir. Tanrının xalqa, insanlara dərd verdikdə ona dərman da verir. Bugün həqiqətən bizim prezidentimiz Tanrı tərəfindən Azərbaycan xalqına, Azərbaycan vətəndaşlarına, Azərbaycan dövlətinə bəxş edilmiş neymətdir. Biz o neyməti qorumalıyıq, saxlamalıyıq və onun ətrafında möhkəm birləşməliyik ki, biz Azərbaycanı ağ günə çıxara bilək. Я бакинец, 45 лет прожил в Баку, в Азербайджане. Сейчас я последние 6 лет живу в Берлине. Я живу в восточной части Берлина вместе с моей семьей. Я поздравляю наш азербайджанский народ с 3-летним, так сказать, юбилеем президента Гейдара Алиевича. Вы знаете, мы переживаем, и, естественно, мы бакинцы бывшие, и переживали за нестабильность обстановки в Азербайджане, но с приходом, так сказать, с возвращением Гейдара Алиевича, слава Богу, хвала Аллаху, Аллаха шкюр, стабильность в Азербайджане наконец-то наблюдается. Müstakil Azerbaycan yaşayacak. Azerbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Azerbaycan xalqı bundan sonra daha da sıx birləşəcək. Azerbaycan torpağı bütün onun ərazisində yaşayan vətəndaşlar üçün doğma vətən olub da bundan sonra da olacaq. Bütün millətlərin burada azad hüquqla yaşayacaq və müstəqil Azərbaycan Respublikası demokratik, sivilizasiyalı bir dövlət kimi, hüquqi bir dövlət kimi dünyada öz layiqli yerini tutacaqdır. Azərbaycan, Azərbaycan, yaşasın müstəqil Azərbaycan, yaşasın bu qədim və müqəddəs torpaqda yaşayan insanlar.